Ukrayna yeni əks-hücum əməliyyatına start verib. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazır ki, Kiyev fevralın 11-dən 15-nə dək 201 kvadrat kilometr ərazini azad edib. Bu, Rusiyanın ötən ilin dekabrında işğal etdiyi ərazi qədərdir. İndi azad edilən torpaqlar 2023-cü ilin iyununda həyata keçirilən əks-hücumdan sonra Kiyevin ən böyük uğuru hesab olunur. Ukrayna ordusu Zaporojyedən 80 kilometr şərqdəki ərazini geri qaytarıb. Əməliyyat ərazidəki Rusiya bölmələrini taktiki cəhətdən əhəmiyyətli Hayçur çayı üzərindən geri çəkilməyə məcbur edib. Həmin ərazini yayın sonlarından bəri Rusiya qüvvələri tutub. Kiyevin bu uğurunun arxasında Starlink terminallarının bağlanması durduğu bildirilir. Belə ki, Rusiya qoşunlarının Starlinkə girişi məhdudlaşdırılıb. Məlumata görə, Moskva elektron maneə sistemlərini aşmaq və hədəflərə dəqiq zərbələr endirmək üçün sözü gedən şəbəkədən xüsusilə istifadə edir. Nəticədə Rusiya qoşunlarının komandanlıq və nəzarət sistemi ciddi problemlərdən üzləşib. Bir müddət hücum əməliyyatlarını müvəqqəti dayandırmaq məcburiyyətində qalıblar. Bu isə Ukraynaya torpaqlarını işğaldan azad etmək fürsəti yaradıb.